bağırsaq polipləri xərçəngə çevrilirmi və ya çevrilmə ehtimalı varmı? Bunu anlamaq üçün, bu sualı cavablandırmaq üçün bağırsaq poliplərini tanımağımız lazımdır. Belə ki, bağırsaqdakı bütün poliplər iki ana qrupa bölünür. Xərçəngə çevrilə bilənlər və ya çevrilə bilməyənlər. Böyük əksəriyyəti xərçəngə çevrilə bilməyən türdəndir. Ancaq bu elmi olaraq hiperplastik və adenomatoz poliplər olaraq aydınlaşdırılır. Adenomatoz poliplər çıxarılmadığı təqdirdə gələcəkdə qalın bağırsaq xərçənginə çevrilmə ehtimalı olan poliplərdir. Hiperplastik poliplər isə xərçəngə çevrilmə ehtimalı az da olsa olan poliplərdir. Yəni həm adenomatoz poliplərin, həm də hiperplastik poliplərin görüldüyü anda xaric edilməsi ən doğru qərardır. Bu variantla, bu yolla isə polipi çıxarılmış bir insan 5 ildən, 10 ildən sonra onda əmələ gələcək qalın bağırsaq xərçəngindən özünü qorumuş olar. Digər non-neoplastik, yəni xərçəngə çevrilə bilməyən bağırsaq polipləri isə çıxarıldıqdan sonra göndərilən patologiya ilə aydınlaşdırılır. Yəni bir polipin xərçəngə çevrilib çevrilməmə ehtimalını çıxardıqdan sonra göndərdiyimiz əkilmə ilə dəqiq bilə biləcəyimiz üçün görüldüyü an bütün bağırsaq poliplərinin çıxarılması mütləqdir.